Gündəmdə olan qızıldır. Qızıl hara qədər qalxacaq? Yenidən qalxacaqmı, qalxmayacaq? Sonra gəldiksə, dünən bildiyiniz kimi 71 dollar aşağı doğru istiqamətini davam etdirəndən sonra 120 dollar qalxdı. Səhər saatlarında 10 dollar yenidən yüksəlişə imza atdı. Amma çox təəssüflər olsun ki, çox qalmadı və 44 dollar dəyər etdi. Hal-hazırdakı vəziyyətdə artıq alış əməliyyatlarımız gəlib. Yəni satış əməliyyatlarımız hazırki vəziyyətdə 3212-lərdən indi hal-hazırdakı vəziyyətdə gələcək. Hazırki vəziyyətdə. Alışlar artıq gəlib və hədəf olaraq yüksəliyə doğru, yəni 3277-lər olacaq. Eyni zamanda nəzər çatdım ki, Bitcoin nələr edəcək? Təbii ki, Bitcoin dünən dediyimiz nöqtələrdə deyək ki, 101.800-lərə oturdu və yuxarı doğru istiqamətə davam etdirdi. Yenidən qalxacaqmı sualına gəldikcə, təbii ki, yeni maksimumlarda bizdə, yəni 105.000, 110.000, 112.000-lərə doğru hərəkət edəcək.